Bırakın sizinle dalga geçsinler. Bırakın sizi aşağı çekmeye çalışsınlar. Bırakın sizi ciddiye almasınlar. Ve hatta bırakın sizi aptal desinler. Unutmayın, fikirleriyle dalga geçilenler dünyayı kurmuştur. Rəssamlığı sevirəm və rəssamlığı sevməklə yanaşı onu öyrətməyi də sevirəm. Yəni sizin dəstəyiniz sayəsində və bunu əsas məqsədimizdir. Əsas məqsədim rəssamlığı, incəsənəti sevdirmək, öyrətmək idi. Və bunun nail olmağa yavaş-yavaş başlamaq məni həqiqətən çox sevindirir. Və bu da həqiqətən sizin marağınız, istəyiniz, dəstəyiniz sayəsində olur. Ailə üzvlərim olsun, tanıdıqlarım olsun, tələbələrim olsun, hər birini çox sevirəm. Çünki insan nə üçün etdiyini xatırlayır, qarşısına məqsəd qoyduğunu xatırlayır və deyir ki, mən həqiqətən bunu sevirəm və bunun üçün çalışmalıyam. Bəzi məqamlar olur ki, uşaqlar, adi kursda gələndə adam bəzən yorulur. Sonra düşünürsən ki, axı sən bunu xəyal edirdin, sən bunun arzusundaydın. Bunun üçün ruhdan düşməməlisən, yoruldum deməməlisən. Əlbəttə ki, insan yorula bilər, amma sevdiyi işlə məşğul olmaq, onun sevinci, onun verdiyi huzur tam fərqli olur. Ümid edirəm ki, bu yolda daim irəliyə gedərək və bu yolun sonu olmaz. İnşallah istədiyimiz yerə, məqama birlikdə çatarıq və dəstəyiniz üçün bir daha təşəkkür edirəm. Çünki artıq biz mənim üçün bəlkə, başqaları üçün bəlkə adi ola bilər, amma mənim üçün böyük bir qürurdur, sevincdir. Çünki bizim başladığımız bir mövqe var və o yolla gedib özümü ifadə etməyə çalışmalıyım, sizə dərslər başa salmalıyım. Sevgimiz, incəsənəti marağımız, əslində dayandığımız mövqe çox qəşəngdir. Və daim bunun üçün irəliyə getmək də bizim əlimizdədir. Ümid edirəm ki, videolarım siz üçün faydalıdır və daim fikir bildirməyiniz də mənim üçün böyük bir motivasiya mənbəyidir. Qabiliyyət imtahanı yaxınlaşır və tələbələrin ağlında çoxlu suallar var. Mütləq şərh bölməsində bildirin ki, mən də sizə o suallara cavab olmaya çalışım və ona əsasən istəyirəm ki, videoda hazırlayım. Qeyd edeyim ki, antik baş heykəllər ki var, onlar hələ bitməyib, ikisi qalıb, Qatemalatla, bir də Avqust. 12-sində qurma qaydası ilə iştiqləməsini istəyirəm bir yerdə siz üçün hazırlayım. Belə playlistdə görə bilərsiniz hər birisini, oradan təkrarlayan videolar növbəsi ilə baxa bilərsiniz. Çalışın, rəsmi sevin, çalışın, istədiyiniz sənəti sevin. Bu rəssamlıqdan yanaşı qıraq bir sənət də ola bilər. Əsas məsələ özünüzü tapdığınız, özünüzü inkişaf elətdirdiyiniz bir sənət olsun. Bəli dostlar, istədim ki, belə təşəkkür videosu atım. Çünki artıq biz böyük bir ailə oluruq, birləşirik, böyüyürük və incəsənətin marağı olan insanları görəndə mən iki qat sevinirəm. İnsan tək olmadığını düşünür və bunun üçün də addımlar atır ki, görəsən mənim kimi düşünən insanlar varmı? Mənim kimi bu sənəti sevən varmı? Məndən də qat-qat yaxşı insanlar görəndə incəsənətə marağı olan, onlardan nəsə götür-qoy eləməyə çalışıram, nəsə götürməyə, öyrənməyə çalışıram. Kimisə aşağıya salmaq deyilsə, ondan nəsə öyrənib bir pillədə öz səviyyəmi qaldırmaya düşünürəm. Ümid edirəm çatdırmaq istədiyim fikirlər aydındır. Bir daha çox sağ olun, təşəkkür edirəm. Çünki siz artıq Zaydovlar ailəsinin bir üzvüsünüz və biz artıq bir yerdə böyüyürük, inkişaf edirik. Əl qabiliyyətimizlə, dünya görüşümüzlə, əldə etdiyimiz təcrübələrlə bu həyatı dadırıq və hər şeyin ən yaxşısını etməyə çalışırıq. Uğursuz ola bilərik, uğurlu formada da, uğursuz formada da bu öz insan özmənliyini tanımalıdır. Hər insan özünü tanıdıqca nəyə malik olduğunu, nəyə qadir olduğunu fərqində varıq. Və biz çalışaraq bizə aid olanı almağa çalışmalıyıq. Vaxtımız azdır, sizin də vaxtınızı almayayım, çünki qabiliyyət imtahanına çox bir az vaxt qaldı dostum. Əgər sən rahat formada işləmək istəyirsənsə, təsvir sənəti, rəssamlığın sirlərini öyrənmək istəyirsənsə, bu üçün çox çalışmalısan. Çünki bu sənət, incəsənəti əsasən zəhmət çəkən insanları sevir. Çalış ki, olsun. Bir dəfə olmadı adi xət çəkməkdən götürək. Bir dəfə, iki dəfə, üç dəfə olmur. Amma daim formada etdikdə isə bunu uğurlu formada əldə edirik. Artıq böyük bir ailə oluruq və ailəmizi genişləndirmək də sizin əlinizdədir. Və əlbəttə ki, mənim əlimdədir. Videolar inşallah davamlı formada gələcək. Dediyim kimi dərs videoları davam edir. Və hansı belə incəsənətlə bağlı, universitetlə bağlı, keçid ballarla bağlı əgər suallarınız varsa şərh bölməsində bildirin ki, mən də ona uyğun formada video hazırlayayım. Bir daha sağ olun, nə yaxşı ki varsınız.